dünyada hər 6 nəfərdən biri Çinlidir. Bu Çinlilər, dünya rəqabət dünyasıdır, bilirsiniz. Ətrafına rəqabət aparmalısan, yaşamaq uğrunda. Daha yaxşı yaşamaq uğrunda sərvətlər və s. götürməlisən. Bu Çin özünə bir sistem qurub. Çinin internetdən araşdırıb tamaşaçılar baxa bilər, uşaq bağçalarında, orta məktəblərində necə bir təlim sistemi qururlar. Möhtəşəm bir təlim sistemi. İstənilən Çinli uşaq digər dünyadakı uşaqlardan 1-0 öndə başlayır həyata. Bu o deməkdir ki, üstəlik ölkələrin çoxunun əhalisindən çox Çinin milyoneri var. Çin istehsallı dünyaya yerdə qalanı alır. Amma Amerika, o da sayda az deyil, 300 milyondan çoxdur. Amma Amerika toplumu Çin toplumu qədər dinamik deyil. Yüksək komforta alışıb. Dünya iqtisadiyyatında əsaslı sənayedə pay sahibi olduğu müddətdə gəlirlər buna gəlib. Amerikanın ehtiyacı olmayıbdır neft mərkəzlərinə və s. əl qoysun. Amma bugün Amerika insanı tənbəlləşib, qocalıb, yaşdaşıb, işgüzarlıq qabiliyyəti aşağı düşüb, dinamizm aşağı düşüb, indi ona pul lazımdır. Pul üçün bu Çin də bunun iqtisadiyyatını götürür, dünyada bunun iqtisadi payına ortaqlıq eləyir. Bu gəlirli əlindən alır. Bəs Çini necə önləmək olar? Çini önləməyin ən rahat yolu Çini enerji blokadasına almaqdır. Çinin ən zəif yeri, Axilles dabanı, onun enerjisinin özündə olmamasıdır. Xarici qaynaqlara ehtiyac duymasıdır sənayesinin. Çin bu zamana kimi kimdən əməkdaşıydı? Venezuela ilə. Çin kimdən ucuz neft alırdı? İrandan. Çin kimdən? Rusiyadan və s. İndi bu Çini, bu proseslər bilərsiniz, növbəti mərhələdə, burada efirdə proqnoz kimi deyim, Qazaxıstanda proseslər başlayacaq. Çünki növbəti enerji mənbəsi, mərkəzi Çinin yaxın alış-veriş elədiyi mərkəz Qazaxıstandır. Qazaxıstan və Orta Asiya ölkələri. Yəni siz Qazaxıstanı qarışdıracaqlar mı? Qarışdıracaqlar deyəndə söhbət nədən gedir? Zamanında Çin dünya ilə özünün arasında Çin səddini çəkmişdi. İçə dönük siyasətdə idi, yayılmacılıq yox idi. Çin indi həmlə edir, dünyanın hər yerində liman arır, pulu var, kredit verir, dünyanın hər yerində artıq siyasətə qarışır, ucuz mənbələri əlinə keçirir, torpaqları alır, elmdə, sənayedə sıçrayış eləyir. Bu təhlükədir. İndi bunu zəiflətməyin yeganə yolu Çinin ətrafına enerji səddi çəkməkdir ki, bu enerjini Amerika, əslində Amerikada deyil, İngiltərə, Amerika, İsrail ittifaqı var burada. Bu ittifaqdan baha qiymətə almağa məcbur olsun ki, Çin, yəni enerjini onlara bu qüvvə satsın ki, o sənayedən digər gəlirlər ki var, əldə olunan gəlirlər, onun